Bayaq efirimizin ilk dəqiqələrində də səsləndirdik. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlloğlu Statinfo saytına baş verənlərlə bağlı açıqlama verib. Biz indi onun səsini də sizə təqdim edirik, dəyərli izləyicilər, və efir rejissorumuz həmin səslini təqdim etsin. Siz də diqqətiniz bizdə olsun. Sərdar bəyin də çıxışını diqqətlə izləyin. Haqlı hesab edirsinizmi Sərdar bəyi, dəyərli izləyicilər? Aslında bu hadisə gözlənilən bir hadisədir. Məsələnin həm hüquqi, həm siyasi tərəfi var. Hüquqi tərəfi ondan ibarətdir ki, bu Yekaterinburqda hətta həbs edilən adamlar, öldürülən adamlar günahkar olsa belə polisin məhkəmənin hökmü olmadan onları öz bildiyi kimi cəzalandırma iqtidarı yoxdur. Bu çox ciddi bir dövlət terrordur, cinayətdir. Həm Rusiyanın öz qanunlarının pozulmasıdır, həm beynəlxalq hüquq normalarının pozulmasıdır. Siyasi tərəf ondan ibarət ki, son vaxtlar Azərbaycanla Rusiya arasında Rusiyanın günahı ucbatdan imperial iddiaları hesabına vəziyyət ağırlaşıb. Rusiya ardıcıl olaraq Ermənistandakı radikal qüvvələri Azərbaycana qarşı qışqırdır. Qarabağ məsələsini aktuallaşdırmağa cəhd edir. Bunda bir çox səbəbləri var. Azərbaycanın müstəqillik və suvereni istiqamətində ardıcıl addım atması, Pakistan və Türkiyə ilə münasibətlərini yeni bir müstəviyə qaldırması, Ukrayna məsələsində Ukraynanı dəstəkləməsi, bütün bunlar hamısı təbii ki, Rusiya tərəfindən elə belə ötüşə bilməz və Rusiya da bu məsələni normal siyasi bir yolla həll etmək əvəzində bu cür o Rus ailəsindən məxsus usul və vasitələrlə həll edir. Bizim təyyarəmiz də buna görə vurulmuşdur Ruslar tərəfindən. Bu Azərbaycanlıların öldürülməsi də açıq-açığına ağır cinayət törədilməsi də bütün bunlar hamısı Azərbaycan iqtidarından bir mesajdır. İqtidarın suverenliyi və müstəqilliyi istiqamətində apardığı siyasətə Rusiyanın dözümsüzlüyünün bir əlamətidir. Bu çox ağır bir cinayətdir. Rusiya mühafizə orqanlarının törətdiyi bir cinayətdir. Azərbaycan hökuməti bu cinayətin mütləq deməli günahkarların cəzalandırılması ilə bağlı lazım olan addımları atmağı lazım. Gələcəkdə beynəlxalq məhkəməyə belə müraciət etmək lazımdır. Mən elə gəlir ki, bu məsələdə Rusiya təyyarə məsələsində olduğu kimi Zaxarovun da bəyanatdan gördüyü kimi çox laqeydcəsinə bir mövqe nümayiş elətdir. Güya heç bir şey olmuyor, güya hansısa bir istintaq hərəkətidir. Amma biz açıqca görürük ki, bu bir cinayətkar hərəkətdir. Təbii ki, bundan sonra bu cür addımlar Rusiya-Azərbaycan münasibətlərinin artıq nəinki strateji müttəfiqlik səviyyəsindən də dostluq səviyyəsindən belə aşağıya yendirəcəkdir. Hər halda Rusiyanın Azərbaycana bu cürə cığallıq üsul və metodlarından təzyiq etməkdən başqa digər bir demək olar ki, əlacı qalmayıb. Azərbaycan ictimaiyyəti Azərbaycanın müstəqillik suvereniyyətindən bir addım da olsun geri çəkilmə fikri yoxdur. Hakimiyyətdə əsas qüvvələr bu istiqamətdədir. Sadəcə olaraq ən real təhlükələrdən biri daxilimizdə olan Ruspərəst qüvvələrin neytrallaşdırılmasıdır ki, bunlar Azərbaycanda daxildə müəyyən təxribatlar törədə bilərlər. Adicə bir İrandakı hadisələr göstərdi ki, İranda nə qədər insan İsraillə əməkdaşlıq edir. Buna görə də aşkar şəkildə hamının tanıdığı Ruspərəst qüvvələr ən azı hakimiyyətdən uzaqlaşdırılmalıdır və cəmiyyətdə ümumiyyətlə hakimiyyətin apardığı müstəqillik və suverenlik siyasəti doğru düzgün təbliğ edilməlidir.